الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه أجمعين. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli Müslümanlar, əziz, hörmətli qardaşlar, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Bu Rabbimizin birincilere, sonunculara ettiği bir nəsihətidir. Biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ona göre korkun Allah Teala'dan ve bilin ki ağıl sahibi ahireti itirmək bahasına heç vaxt ötəri bir rahatlıq axtarmaz. Əksinə ağıl sahibi bitip tükenmeyen sonsuz rahatlık için az bir yorgunluğa katlanmalıdır. Məşəqqətə dözməlidir. Ona göre qul eğer cennete girecekse, o cennet ki hansı ki qalacaq orada ebediyen, o cennete daxil olacaqsa, bil ki bu dünyadaki illerin hiçbir değeri yoktur. Eğer kul kıyamet günü ona deyilecek bu sözleri eşidecekse, kulu vaşrabu haniyen bima esleftum fil eyyamil haliye, geçmiş günlerde ettiğiniz amellere göre nuşi canlığla yiyin için bu sözleri eşidecekse, gör onda namaz için sərf edilmiş yorğunluğun, məşəqqətin necə dəyəri var. Oruç üçün çəkilmiş əziyyətin, elm tələb etmək üçün yuxusuz gecələrin, tərk edilmiş şəhvətlərin əziyyətinə qatlanmağın dəyəri gör necə əzəmətli olacaq. O vaxt oruc əhli dərk edəcək, anlayacaq niye az qalıb. O vaxt gece namazı qılan biləcək ne için yatağını tərk edib. Səbr əhli biləcək ne için, niye o bəlalara qatlanıb. İffət əhli biləcək ne için haramı tərk edib. Sünnə əhli biləcək ne için sabit qalıb. Fitnələrdə azmayıb. Baxmayaraq qiyamət günü en əzəmətli neymət Allah Taala'nı görməkdir. Lakin cənnətdə olan neymətlər də əzəmətlidir. Cənnetin özü əzəmətlidir. O dərəcədə ki, bir dəfə cənnətə daxil olmaq, salınıb çıxardılmaq, qərq olmaq unutturacaq qula dünyada çəkdiyi hər bir ağrı acını, əziyyəti, məşəqqəti, yorğunluğu. Ənəs ibn Malik deyir ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, qiyamət günü cəhənnəm əhlindən olacaq, dünyadan ən çox neymət içərisində olan bir nəfəri gətirəcəklər və bir dəfə cəhənnəmə batırılıb çıxarılacaq. Yəni salınıb çıxarılacaq. Sonra deyiləcək ona, ey Adəm övladı, heç xeyir gördün mü? Yəni ömründə, dünyada olduğun həyatda, yaşadığın müddətdə yanından bir neymət keçdi mi? Deyəcək ki, la vallahi ya Rab. Deyəcək, xeyr, Allah'a and olsun ey Rəbbim. Yəni heç bir xeyir görməmişəm. Sonra qiyamət günü cənnət əhlindən olacaq. Dünyada en çok sıkıntıda olan,
ən bədbəxt birini gətirəcəklər. Bir dəfə cənnətə salınıb çıxarılacaq və deyiləcək ona ki, ey Adəm övladı, heç sıxıntı gördünmü? Yanından nəsə bir çətinlik, bədbəxtlik keçdi mi? Deyəcək ki, lə vallahi ya Rab, mə mən Rabbi min bu'sin qat və lə raitu şiddətən qat. Deyəcək ki, mən heç bir bədbəxtlik görməmişəm. Allah'ın da olsun ey Rəbb, heç bir bədbəxtlik görməmişəm, yanımdan heç bir çətinlik keçməyib. Fikir ver, ən bədbəxt insan dünyada hansı ki cəm olub onun üçün bütün ağrı acılar, bir-birini əvəz edib müsibətlər, kasıblığı dadıb, xəstəliyi dadıb, hüzünü, kədəri dadıb, elə acı görüb ki, onun kimi heç kim elə ağrı acı görməyib, lakin bir dəfə qərq olacaq cənnətə, sonra çıxarılacaq. O anda aldığı ləzzətə görə, neymətə görə unudacaq hər şeyi. Deyiləcək ona ki, nəsə bədbəxtlik görmüsən, nəsə çətinlik keçib yanından, deyəcək ki, xeyr, vallahi ey Rəbb, heç nə görməmişəm çətinlikdən, bədbəxtlikdən. Bu belədirsə gör, cənnətə daxil olub oradan çıxmayanı nə gözləyir? Onun halı necə olacaq? O kəs ki, qalacaq əbədi neymətdə, ölməyəcək, sağlam olacaq, xəstələnməyəcək, cavan olacaq, qocalmayacaq, xoşbəxt olacaq, kədərlənməyəcək. Nə vaxt qul rahatlıq tapacaq? Həqiqi rahatlıq o vaxt ki, ilk addımını, ilk qədəmini cənnətə qoyacaq. Ona görə həqiqi rahatlıq onu tapmayacaq çox malı olanda. Həqiqi rahatlıq görməyəcək evi geniş olanda. Həqiqi rahatlıq görməyəcək bütün çətinlikləri bu dünyada həll olsa da, həqiqi rahatlıq görməyəcək insanların hamısından uzaqlaşsa da, həqiqi rahatlıq görməyəcək işini, məsuliyyətini, vəzifəsini tərk etsə də, çünki dünya indiyə qədər heç kim üçün tam saf olmayıb. Heç kim üçün eyni halda, eyni əhvalda davam eləməyib. Daima sıxıntı olub onda, narahatlıq olub və bir gün güldürübsə, günlərlə ağladıb. Nəsə veribsə, çox şey alıb və əgər cəm edibsə də belə sevdiklərini sənin üçün ölümlə onları ayırıb səndən. Ləqad xalaqnəl insana fi kəbəd. Biz insanı məşəqqət içərisində xəlq etdik. İnsanın halı budur. Məşəqqət, yorğunluq içərisində xəlq olunub. Elə yaşayıb, haldan hala düşüb, dəyişib, qayğıdan qayğıya, kədərdən kədərə, bəladan bəlaya, imtihandan imtihana. Görsən ki, uşaq ağlayır ki, istədiyini, tələb etdiyini versinlər ona. Cavan, gələcəyinin qayğısını çəkir, kədərini daşıyır özündə, yaşlı, zəifliyindən, xəstəliyindən şikayət edir, varlı malına görə qorxur, kasıb, ruzu tələb etmək üçün yorulur, sağlam xəstəliyini gözləyir, xəstə sağalmağını gözləyir, beləcə dünya qərar tutmur heç kim üçün. Sabit deyil heç kim üçün. Ona görə deyib sallallahu aleyhi və səlləm, dünya müminin həbsxanasıdır, kafirin isə cənnətidir. Nə vaxt həqiqi rahatlıq tapacaq mümin? Cənnətə ilk qədəmini qoyanda, unudacaq hər bir yorğunluğu, unudacaq xəstəliyini, kasıblığını, unudacaq tənha qalmağını, insanların ona əziyyət etməyini, unudacaq gözyaşını, kədərini. Belə ki, girdi deyəcək, necə cənnət əhlidir, necə nəql edib Allah Teala bizə onların sözünü, deməyini deyəcək ki, Elhamdülillahilləzi əzhəbə annəl həzən, bizdən kədəri, qəmi, qüssəni aparan Allah'a həmd olsun. İnnə Rabbənə ləğafurun şəkur.
Həqiqətən Rəbbimiz bağışlayan, şükrün əvəzini verəndir. Ona görə nə qədər ki, qoymamısan qədəmvi, cənnətə, o əzəmətli neymətə, aldanma itayətvə. Həmsinin də əlvi də, ümidvi də üzmə. Allahın rəhmətindən etdiyin günaha görə, əksinə qorxu ilə, ümidlə addımla Allah Taala'ya doğru. Bağışlanma dilə günahlarından, nəfsinlə mübarizə apar. Allah Taala'dan sabitlik, gözəl sonluq istə və kimi dünya yorubsa, ümidsiz olmasın. Kimi qayğılar, kədər ağırlaşdırıbsa yükünü, Allahın rəhmətindən əlini üzməsin. Kimi bəlalar əsir edibsə uzun müddət, Allah Taala'nın qapısını tərk etməsin. Kim nəfsi ilə mübarizə apara bilirsə, irəliləsin, geriləməsin. Ola bilsin ki, qalan yol keçilmiş, gedilmiş yoldan daha qısadır. Ola bilsin ki, çıxış yolu düşündüyündən, zənn etdiyindən daha yaxındır. Ola bilsin ki, attığın sadiq addım Allah'a doğru irəliləməyin səbəbdir dünya və axirət xoşbəxtçiliyin üçün. Allah Taala'dan diləyirəm ki, Allah Taala bizi cənnət əhlindən etsin. Bizi cənnətə yaxınlaşdırsın. Sözlərimizlə, əməllərimizlə uzaq etsin. Qorusun bizi cəhənnəmdən və nə yaxınlaşdırır ona, onu da bizdən uzaq etsin. Allahım, sənin üzünə baxmaq ləzzətindən bizi məhrum etmə. Allahım, bizi zikrinə, şükrünə, sənə gözəl ibadət etməyə kömək ol. Allahım, qəlblərimizi dinində sabit et. Aqibətimizi, sonluğumuzu gözəl et. Bizi dünya və axirət sıxıntısından, əzabından qoru. Allahım, ən xeyirli əməllərimizi sonuncu et. Allahım, ən xeyirli günlərimizi səninlə qarşılaşdığımız gün et. Allahım, İslamı, müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa, onlara kömək ol. Azlarını doyur. Allahım, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Ölkə başlığımızı qoru. Onu xeyir işlərə müvəffəq et. Ətrafına, ona xeyirdə dəstək olan insanları cəm et. Şər, məkirli, xain insanları ondan uzaq et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin. Vəssalatu vəssalamu alə əşrafil ənbiyyə vəl-mursəlin. نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون وأقيموا الصلاة.